Bismillahirrahmanirrahim. Rabbi şhrah li sadri ve yessir li emri vahlul uqdatan min lisani yefqahu qawli. Salam əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugünkü verilişimizdə məad haqqında söhbət edəcəyik. Məadın lüğətdə və terminologiyada hansı mənaya malik olduğu barəsində, məadın tarixi haqqında və Qur'an-ı Kərimin məad məsələsinə verdiyi əhmiyyət barəsində. Məad sözü ərəb dilində qayıdılan yer və qayıdılan zaman mənasındadır. Məad sözünün kökü ovd kəlməsindəndir. Qayıtmaq deməkdir. Qayıtmaq sözünü nə vaxt biz işlədirik? Qayıtmaq sözünü o vaxt işlədirik ki, bir nəfər əgər öz vətənindən, məsələn, öz vətənindən hərəkət edib başqa bir yerə gedirsə və ikinci dəfə getdiyi yerdən öz vətəninə qayıdanda ona deyirlər ki, qayıtdı. Və yaxud hacılar həccə gedərkən Allahın evini, Kəbəni ziyarət edəndən sonra, həccin mərasimlərini yerinə yetirəndən sonra öz vətənlərinə qaydanda orada olanlar deyirlər, hacılar qayıtdılar. Deməli, bu qayıdış o vaxt ola bilər ki, öz vətənindən hərəkət etsin və yenidən öz vətəninə qayıtsın. Məad sözünün əsli ovd kəlməsindəndir. Kökü ovddur. Ovd yəni qayıtmaq deməkdir. Bu, məadın lüğətdəki mənası. Lakin terminologiyada, yəni dini istilahda onun mənası nədən ibarətdir? Bəzi alimlərimiz buyurur ki, məad mənası qayıdış deməkdirsə, terminologiyada, yəni ruhun bədənə yenidən qayıtması deməkdir. İnsan ölüb dünyadan gedəndən sonra ruh yenidən həmin bədənə qayıdacaq. Başqa bir qrup alimlər isə buyururlar ki, məad qayıdış dedikdə, yəni insanlar Allah tərəfindən gəliblər, insanların bütün varlığı, vücudu Allah tərəfindəndir və yenidən də Allah tərəfinə qayıdacaqlar. Ki, bu ayədə buyurur, İnna lillah və inna ileyhi raciun. Biz hamımız Allah tərəfindən gəlmişik və Allah tərəfinə də qayıdacağıq. Hər bir şey öz əslini axtarıb tapır. Əgər, məsələn, misal üçün, biz yağışa baxsaq, görərik ki, yağış yağanda dağların ətəyinə, çəmənliklərə yağır və sürətlə özünü dərələrə, çaylara çatdırır. Çayda sel halında çevrilərək, sel formasına düşərək, çalışırlar, gecə-gündüz özlərini o daşa, bu daşa vururlar, sürətlə özünü dəryaya çatdırırlar. Niyə, nə üçün? Ona görə ki, həmin yağış damlaları bir vaxt dənizdən, dəryadan buxar halında havaya qalxmış və asimanda, göydə bulud formasına çevrilərək, buludları da küləklər qovub, dağların, dərələrin, təpələrin üstünə gətirərək orada yağdırmış və həmin yağış yenidən gecə-gündüz çalışır, dəryaya çatsın, öz əslinə çatsın. İnsan da o cürdür. İnna lillah və inna ileyhi raciun. Yəni bizim əslimiz, varlığımız, həqiqətimiz Allah tərəfindəndir. Bizim xilqətimiz Allah tərəfindəndir və inna ileyhi raciun. Və biz hamımız Allah tərəfinə də qayıdacağıq. Məad sözü qiyamətin ən məşhur adlarından biridir. Yəni məad sözü qiyamətin
ən tanınmış adlarından biridir. Lakin qeyd etmək istərdim ki, məad sözü Quranda qiyamət mənasında işlənməmişdir. Məad kəlməsi gəlsə də, amma Quranda qiyamət adını öz üstündə daşımır. Əlbəttə, məad kəlməsinin kökü feil formasında işlənmişdir. Məsələn, təudunə feil formasında, yəni siz qayıdacaqsınız deməkdir. Feil formasında işlənsə də, lakin məad kəlməsi olduğu kimi qiyamət adını öz üstündə Qur'an-ı Kərimdə daşımır. Amma məadın lüğətdə və lüğətdəki mənasını izah edərkən qeyd etdik ki, məad qayıdış deməkdir. Qayıdış zamanı, qayıdış məkanı deməkdir. Yəni, harasa qayıdacaqsan, hansı zamanasa qayıdacaqsan. Və bu məna doğrusu götürəndə düzdür, məad kəlməsi Qur'anda olduğu kimi gəlməmişdir. Lakin həmin mənaya malik olan sözlər Qur'anda işlənmişdir. Və demək olar ki, məad kəlməsini, yəni qiyamət günü sözü, məad sözü, yəni qiyamət deməkdir. Məad kəlməsinin mənasını daşıyan başqa sözlər Qur'an-ı Kərimdə işlənmişdir. Necə ki, oxudum sizin üçün oxudum. İnna lillah və inna ileyhi raciun. Raciun, yəni qayıtmaqlıq deməkdir. Rucu, yəni qayıtmaq deməkdir. Sözümün əsası bundan ibarətdir ki, məad sözü olduğu kimi Qur'anda olmasa da, onun mənası Qur'an-ı Kərimdə təkrar olunmuşdur. Müxtəlif ayələrdə onun mənası Qur'an-ı Kərimdə gəlmişdir. Bu məadın Qur'an-ı Kərimdə və lüğətdə işlənməsi barəsində. Amma məad tarixi haqqında söhbət etmək istərdim. Məad etiqadı bütün asimani dinlərdə, ayinlərdə olmuşdur. Yəni, bütün asimani dinlər və ayinlərdə məad əqidəsi insanlar arasında olmuşdur. Məada inanmaq bəşər arasında olmuşdur. Bütün dinlərdə və ayinlərdə. Əgər məad məsələsini dindən və ayindən alsaq, onda həmin din, həmin ayin demək olar ki, bir fundamentsiz tikilmiş binaya bənzəyər. Yəni, o binanı nə qədər ucaltsan da, onun əsası, onun fundamenti möhkəm olmasa, nə vaxtsa uçub dağıla bilər. Nə üçün biz məadı əgər dindən alsıq, fundamentsiz bir tikintiyə bənzədirik? Ona görə ki, ümumiyyətlə din insanlar üçün, insanların kamilliyə çatmağı üçün proqramlar gətirmişdir. Və bu proqramlara insanlar əməl etməlidir. Əgər bu proqramlara əməl etməsə, onda o dinin mənası olmaz. Əgər o proqramları insanlar həyata keçirtməsə, onda o proqramlar faydasız olar. Bu proqramların həyata keçməsi üçün zamin lazımdır, zəmanətçi lazımdır. İndi biz görək, hansı etiqad bu proqramları, bu ilahi proqramlara əməl etmək, bu qanunlara, ilahi qanunlara əməl etmək üçün hansı etiqad bizə kömək edə bilər? Yəni, başqa sözlə desək, ilahi qanunların həyata keçirilməsi üçün hansı bir zəmanətçi insanların üstündədir? Bu zəmanətçi, bu zamin yalnız və yalnız insanların qiyamət gününə, axirət aləminə, ölümdən sonra yeni həyata, yenidən yaşamağa əqidə bağlamasıdır. Əgər insanlar öləndən sonra yenidən dirilməyinə, yenidən yeni həyata başlamağına inansalar, onda Allahın göndərdiyi bütün qanunlara əməl edəcəklər. Və nə qədər bu əqidə, bu etiqad, məada olan etiqad, nə qədər güclənsə, bir o qədər insanlar ilahi qanunlara əməl edəcəklər. Ona görə ki, insanlar başa düşürlər ki, əgər bu qanunlara əməl etsələr,
Allah tərəfindən böyük mükafatlara nail olacaqlar. Eyni zamanda əgər bu proqramlara əməl etməsələr, bu qanunlardan göz yumsalar, bu qanunlardan üz çevirsələr, onda onları böyük cəza gözləyir. Onları böyük məhkəmə gözləyir. Deməli, məad məsələsi, məada əqidə bağlamaq məsələsi ilahi qanunların zəmanətçisidir. Yəni, insanlara kömək edir, zamin olur ki, insanlar ilahi qanunlara əməl etsinlər. Biz baxırıq, görürük ki, tarixdə, yəni əgər tarixi iki yerə bölsək, eramızdan qabaqki tarix, yəni bədəvi insanların yaşadığı dövrü nəzərə alsaq, görürük ki, bədəvi insanların arasında da bu etiqad vardır. Yəni məada, qiyamət gününə, ölüb dirilməyə əqidə vardır, etiqad vardır. İkinci hissəni, əgər tarixin ikinci hissəsini götürsək, qədim tarix desək, qədim mədəniyyətləri nəzərdə alsaq, görərik ki, o zamanda insanlar məada inanmışlar, məada etiqad bağlamışlar. Bədəvi insanların arasında öləndən sonra yenidən dirilməyə əqidə olmuşdur. Və onlar bilirdilər ki, biz bu qısa ömür sürdüyümüz dünyada yalnız bizim həyatımız bu dünya ilə, bu qısa ömürlə bitməyəcək. Bizim böyük bir həyatımız, əbədi bir həyatımız qabaqdadır. Onlar məsələn, arxeoloqların qazıntı apardıqları təhqiqatlara əsasən görürük ki, onlar öləndən sonra özləri ilə bu dünyada yaşadığı bəzi ləvazimatları da qəbirlərdə öz yanlarında özlərindən sonraki insanlar onlar üçün qoyurdular. Məsələn, silahmı və yaxud bəzi hər gün istifadə etdikləri ləvazim, su içmək üçün qab və yaxud yemək yemək üçün qab onların kənarında qoyurdular. Niyə, nə üçün? Çünki onlar bu əqidədə idilər ki, biz ömrümüz yalnız bu dünyada sona çatmır. Bizim uzun ömrümüz öləndən sonra başlayır. Ona görə də bizim bu ləvazimlərə ehtiyacımız vardır. Bunun üçündə onlarla həmin ləvazimi də dəfn edirdilər. Və yaxud qədim mədəniyyətlərdə, məsələn, Misirlilər arasında da bu əqidə olmuşdur. Yəni, məada inam onların da arasında olmuşdur. Məad etiqadı onların tarixində özünü göstərir. Onlar mütəqid idilər ki, insan dünyadan gedəndən sonra, ruh bədəndən çıxandan sonra yenidən ruh bədənə daxil olacaq. Və ruh insanın cəsədi ilə, ruh insanın bədəni ilə tamamilə öləndən sonra da əlaqədədir. Yəni, ruh insanın cəsədinə baş vurur, yoxlayır onu və bir növ ruh insanın bədəninə, cəsədinə, öləndən sonra qəbirdə dəfn olunmuş bədənə, cəsədə çox böyük məhəbbəti vardır. Onu sevir. Yəni, Misirlilər arasında bu etiqad olmuşdur. Bəli, Misirlilər bu dünyada xoş və şad yaşadıqları kimi, eyni zamanda dünyadan gedəndən sonra axirət aləmində də xoş və şad yaşamaq arzusunu edirdilər. Onlar mütəqid idilər ki, ruh bədəndən çıxandan sonra da həmin insanın qəbirdə olan cəsədinə vaxtı-vaxtında baş vurur, onu yoxlayır. Və o həmin cəsədə çox böyük məhəbbəti vardır. Ruh həmin cəsədsiz qalmaq istəmir. Ona görə də Misirlilər deməli, ruhun qəbrə asan get gəlməsi üçün qəbrə yol açırdılar. Onlar inanırdılar ki, ruh ölməmişdən qabaq yemək içməyə nə qədər meyli vardısa,
öləndən sonra da, yəni cəsəddən ayrılandan sonra da, bədəndən ayrılandan sonra da elə həmin meyl onun varlığında vardır. Yəni həmin yemək içməyə olan meyl onda vardır. Ona görə də onlar qəbrə yemək içmək də qoyurdular. Onlar ruhun qəbrə gedgəli üçün qəbrə yol açırdılar. Bəli, bu həm bədəvi insanlar arasında qeyd etdiyimiz kimi dünyadan gedən insanla yanaşı silahmı, bəzi ləvazimatmı deyək, insanla dəfn edirdilər ki, onlar həmin ləvazimata, həmin silahlara o dünyada da ehtiyacı olacaq. Həm də Misirlilər arasında görürük ki, qəbrə ruhun gedgəlinin asan olmağı üçün yol açırdılar. Bu onlar üçün, yəni cism üçün, cəsəd üçün, ruh üçün yemək içmək qoyurdular qəbirdə. Düzdür, bu etiqadlar, bu əqidələr yanlış əqidədir. Lakin sözümün canı bundan ibarətdir ki, biz görürük ki, bütün zamanlarda məada etiqad olubdur. İstər düzgün formada, istər qeyri-düzgün formada. Nə üçün insanlar arasında məada həmişə etiqad olub, qiyamət gününə həmişə inanıblar? Demək olar ki, bunun iki əsas səbəbi vardır. Birinci səbəb bundan ibarətdir ki, hər bir insanın daxilində, təfəkküründə, hissində, ehtirasında mı, ümumiyyətlə insanın batilində deyək, əbədi yaşamaq hissi vardır. Əbədi yaşamaq hissi, yəni həmişə yaşamaq hissi, təfəkkürü hər bir zamanda, hər bir məkanda, hər bir dövrdə insanlar arasında olmuşdur. Yəni hər bir insan bunu istəyir. Əbədi yaşamaq hissi fitri bir məsələdir. Fitri məsələ ondan ibarətdir ki, yəni fitri məsələnin fitrət, insanın fitrətinə uyğun olan məsələlər o məsələlərdir ki, həmişə olubdur və olacaq. Məsələn, bəzi insanlar arasında olan adət-ənənələr dəyişilir. İnsanlar zaman keçdikcə, məkan dəyişdikcə bəzi adət-ənənələrini dəyişdirirlər. Və yaxud geyimlərini, məsələn, dəyişirlər. Və yaxud yemək-içməklərini dəyişirlər. Yəni, bu cür məsələlər zamanın və məkanın dəyişməsi ilə dəyişilə bilər. Lakin fitri məsələlər belə deyildir. Məsələn, misal olaraq mən bunu demək istərdim ki, dünyanın, yəni yer kürəsinin hər bir yerində, millətindən asılı olmayaraq, rəncindən asılı olmayaraq, bütün analar öz övladına məhəbbəti vardır. Və bu məhəbbəti anadan almaq olmaz. Hər bir zamanda, istər qədim zamanda, istər indiki zamanda, istər də gələcək zamanda bu hiss, bu qüvvə, bu məhəbbət bütün anaların vücudunda olub olacaqdır. Nə üçün? Çünki bu Allahın insanların fitrətində qoyduğu bir hissdir. Bu hisslər, bu fitrət heç vaxt dəyişilməzdir, dəyişməyəcək. Bəli, əbədi yaşamaq fikri hər bir dövrdə insanların daxilində olmuşdur, təfəkküründə olmuşdur və bu hissi onlardan almaq olmaz və hər bir dövrdə də bu hiss olması göstərir ki, əbədi yaşamaq hissi bir fitri məsələdir. Yəni, dəyişilməz bir məsələdir. Xilqətin qələmi ilə bu hiss, bu fikir, bu daxili bir qüvvə olan fitri məsələ, yəni əbədi yaşamaq məsələsi, xilqətin qələmi ilə insanın varlığında həkk olunmuşdur və bu varlıqda həkk olunmuş məsələ hər bir zaman insanın təfəkkürü pərdəsi arxasından, fikir pərdəsi arxasından özünü göstərmişdir. Deməli, əbədi yaşamaq hissi fitri bir məsələdir və istər bədəvi insanlar, istər qədim mədəniyyətə malik olan insanlar, qədimdə yaşayan insanlar, istərsə də bu gün yaşadığımız dövrdə olan insanlar, müasir dövrümüzdə və gələcəkdə yaşayan insanlar həmişə bu fikirdə, həmişə bu təfəkkürdə olacaqlar, əbədi yaşamaq istəyirlər. İnsanlar qısa bir ömürlə
qısa bir ömrə, yəni 50, 60, 70 illik ömürlə kifayətlənmirlər. İkinci əsas səbəb də bundan ibarətdir ki, yəni nə üçün, sualımı bir də təkrar edirəm, nə üçün hər bir zamanda insanlar məada əqidə bağlamışdır? İkinci səbəbi də bundan ibarətdir ki, hər bir əsrdə Allah tərəfindən peyğəmbərlər göndərilmişdir. Və bu ilahi peyğəmbərlər dinin ən əsas amili olan məadı təbliğ etmişdir. Yəni, İslam dinində də məad tövhid məsələsindən sonra ən mühüm məsələdir. Və bu məsələni bütün peyğəmbərlər insanların nəzərinə çatdırmışdır. Qiyamət gününün olmağını, qiyamətin nemətlərini, behiş nemətlərini və əks halda əgər insan pis əməl sahibi olsa, günah sahibi olsa, qiyamət gününün əzablarını insanlar üçün peyğəmbərlərimiz hamısı tək-tək sadalamışdır, saymışdır bu həm nemətləri, həm də əzabları. Pəs, bu da ikinci səbəbdir ki, insanlar hər bir dövrdə məada əqidə bağlamışdır. Əziz tamaşaçılar, vaxtımızın az olduğu üçün biz Qur'anın qiyamətə verdiyi əhəmiyyət barəsində artıq bugün yox, gələn verilişimizdə söhbət edəcəyik. Həmçinin qiyamət üçün olan dəlillər və sübutlar haqqında da gələn verilişimizdə inşallah siz tamaşaçılarla söhbət açacağıq. Allahın amanında qalın, sağ olun, Allahın pənahında qalın. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala Muhammedin ve